3 aylıq bəbəmiz var, qəbizlik şikayətindən gəlib. Süni qida yeyir, ana südü 2 ay yeyib, daha yemir. Süni qidadan sonra, yəni bu simeslərdən sonra uşaqlarda qəbizlik ən çox gördüyümüz şikayətlərdəndir. Ən çox hansı uşaqlarda olur? Rejimsiz qidalanan, yəni saat aralığına fikir verilməyən. Ana südü ilə qidalanan uşaqlarda saat aralığı gözləməyə çox da ehtiyac yoxdur, amma süni qida ilə qidalanırsa uşaq mütləq yemək arası saat aralığını gözləmək lazımdır. İlk 3 ay 3 saatda bir, 3 ayla 5 ay arası 3 saat yarımda bir, 5 aydan sonra 4 saat intervalla yedirsəniz, gecə fasiləsi də 12-1 və səhər 5-6 olmaqla gecə fasiləsinə riayət etsəniz, qəbizlik problemi olmaz. Amma buna baxmayaraq, yenə də uşaqda qəbizlik problemi olursa, yemək ona düşmədiyi üçün də ola bilir. Ona görə yeməyin qəbizlik üçün olan formları var. Komfort adlı formalarına keçib yoxlamaqda fayda var. Əgər komfort formadan sonra uşaq hələ də qəbizlik problemi davam edirsə, mütləq həkimə müraciət edib, dərman müalicəsinə ehtiyac varmı və yaxud da qəbizliyin altda yatan səbəblərinin araşdırılmasına ehtiyac varmı deyə baxılmalıdır. Qəbizliklə yanaşı uşaq yaxşı çəki almır, fiziki inkişaf etmirsə, uşağın yeni doğan dönəmdə ilk nəcisi mekoniumun çıxmasında da gecikmə olmuşdursa, burada anadan gəlmə bağırsağın anomaliyaları düşünülə bilər və dərin araşdırılmaya ehtiyac ola bilər. 3 ayında uzun-uzun söhbət eləməlidir. Danışdıranda səslər çıxartmalıdır. Hecalı, sait hecalı səslərlə ağu danışmalıdır. Uzun-uzun insanın üzünə baxmalıdır. Hayca, bir də rəngli əşyaların dalıca baxıb izləməlidir. Hamısını özü təsdiqləyir. Çünki bu ağıllı bəbədir, normal bəbədir. Pediatr Günay Rəsulova studiyamızdadır. Buyurun müraciətlərinizi Leyla Medikal Sentrə edə bilərsiniz. Xoş gördük Günay xanım, necəsiz? Xoş gördük. Bugün mən çox istəyərdim ki, uşaqlarda olan bu qidalanma problemləri, qəbizlik, hansı səbəbdən yaranırsa, valideyn indi körpədir deyir, uşaq ağlamasın deyə hər istəyini, hər arzusunu yerinə yetirir, amma bu sırada və hətta deyərdim ki, ilk sırada qidalanması durur. Bu da uşağın sağlamlığına mənfi təsir göstərə bilər. Çoxları da elə qəbizlikdən əziyyət çəkir, ağlayır, ağlamağa da davam edir, amma unutmayaq ki, burada sadəcə bir anlıq məsələ deyil, o ağrını aradan qaldırmaq və qəbizliyi aradan qaldırmaq deyil, davamlılığı olmasın deyə, sağlam həyat yaşasın, həyat keyfiyyətini artıraq deyə həkim pediatrdan məsləhət almaq üçün həkim sənverilişinə dəvət etmişik. Nə edək ki, uşaqlar qəbizlikdən əziyyət çəkməsin, doktor? Uşağı çox istəyirik deyirik, amma uşağın qidalanmasına dırnaq arası yanaşırıq. Əlbəttə ki, uşaqlarda 10-30% uşaqlarda qəbizlik problemi görülməkdədir. Belə o demək ki, 100 uşaqdan 10-u, 20-si və 30-a qədəri qəbizlikdən əziyyət çəkir. Bu əslində yüksək rəqəmdir. Və bunun 95%-i funksional səbəblərə bağlıdır. Yəni, qidalanma tərzinin doğru olmamasına, həyat tərzi problemlərinə bağlıdır. Və ən yaralı yerimizdə əlbəttə ki, qidalanmadır. Valideynlər təəssüflər olsun ki, uşaqların qidalanmasına çox dırnaq arası yanaşırlar. Uşaqların əksəriyyəti makaron yeyir, karbohidrat yeyir. Lifdən çox belə deyək də kasıb qidalanır. Lif almır, maye kifayət qədər almır və əlbəttə ki, bu da onlarda qəbizliyin əsas səbəblərindən biridir. Yəni 95% düşünün. Yəni qəbizlikdən əziyyət çəkən 30 uşaqdan 95%-nin səbəbi daha çox qidalanma və funksional səbəblərə bağlıdır. Yəni bunun altında orqanik və ciddi səbəblər yoxdur. Yəni bizdən asılı olmayan səbəblər yoxdur. Ən çox glutenli qidalar, şirniyyatlar, zəhərli və zəhərli dediyim bu paketə girmiş abur-cuburlar, belə deyək, fast food ağırlıqlı qidalanmalar, biraz böyük yaş qrup uşaqlarında ən çox qidalanmaya bağlı qəbizlik səbəbləridir. Yəni bunun da müalicəsi çox zaman simptomatik müalicə olaraq aparılır. Yəni altında yatan bir orqanik səbəb yoxdur ki, biz bunu bir dəfəlik əməliyyat eləyək, canımızı qurtaraq. Yəni ömür boyu uşağın qidasına və həyat tərzinə fikir verməyə məcburuq və vermədiyimiz müddətdə nə müalicə eləyirsinizsə eləyin, müalicə müddətinə düzələcək, müalicəni kəsəcəksiniz, yenə eyni şey olacaq. Yəni nəticə dəyişməyəcək. Burada artıq həkimin bir belə deyək də günahı yoxdur, dərmanın, protokolların bir günahı yoxdur. Əsas həyat tərzi düzəldilməlidir, uşağın qidalanma tərzi düzəldilməlidir. Qidada
qidada lifi artırmaq lazımdır. Yəni uşağın yaşına uyğun yaş üstəgə 5 qram günə olmaqla lif olmalıdır. Lifdən çox nədədir? Meyvədədir, tərəvəzdədir, göylərdədir. Yəni bunlar uşaq rasionunda mütləq olmalıdır. Bəzən deyir uşağa meyvə versən çəkib suyunu verirlər. Yəni rahata qaçırlar. Suyunda yoxdur lif. Əsas lif meyvənin posasındadır, özündədir. Amma qata bilərlər də ora çəkilən. Qata bilərlər, çəkilmişi qata bilərlər, amma lifi qəbul etməlidir də. Yəni bunsuz olmaz. Və yaxud da uşaq bütün gün makaron yeyirsə, əlbəttə ki, bu uşağın bağırsaqları gluten, bilirik ki, gluten nədir? Yapışdırıcıdır. Bağırsaq divarına çökür və bağırsaqdan qidalı maddələrin sorulmasını da pozur və uşaqda nə olur? Qarın şişliyi olur, köp olur, narahatlıq olur və eyni zamanda qəbizlik olur. Ailələr deyir ki, bu uşağın qarnı həmişə şişkindir, köplüdür. Amma ağlına gəlmir ki, bu uşağın birbaşa yeməyi ilə bağlıdır, yediyi qida ilə bağlıdır. Ona görə ailələr belə şey diqqətli yanaşmalıdırlar. Amma əslində burada sadə bir məntiq yürütsək, bağırsağın hərəkəti də yavaşlayır. Məhz ona görə deyirik ki, bəzən hərəkət verin. Qəbizlikdən əziyyət çəkən hər bir yaşda insan hərəkəti artıranda baxsan ki, bağırsaq işləməyə başlayır. Yəni, bu böyüyə də aiddir, uşağa da aiddir. Yəni, uşaqlar bu günümüzdə ekran qabağında saatlarla oturur, hərəkətsiz qalır. Uşağın başını ancaq biz ekranla qatırıqsa və hərəkət eləməyinə... Qucaqdan qucağa gəzdiririk, havaya da dərman kimi çıxardılar. Elə bir uşağa dərman veririk. Hava olub dərman. Uşağı ancaq və ancaq isti havalarda, günəşli havalarda dərman kimi bir saat, yarım saat... Biraz havaya çıxardım adı, o nə deməkdir? Biraz dərman verir. O doğru bir şey deyil ki, yəni ona görə uşaq günün çox səsli havada olmalıdır. Bizim kimi iqlimi gözəl ölkə çox nadirdir. Yəni ona görə hər iqlimdə qışı, yazı, yayı uşaqlar havada çox vaxt keçirməlidirlər. Qaçmalıdır, oynamalıdır, hərəkət eləməlidir. Bu onun həm qəbizliyinə yaxşıdır, həm immunitetinə yaxşıdır. Bu onun psixoloji inkişafına yaxşıdır, stressdən uşağı qoruyur, nitq inkişafına yaxşıdır. Ətraf mühitin uşağın ətraf mühiti dərk etməsinə, autizmin qabağını almaq üçün vacibdir. Yəni ekran qabağında saatlarla oturan uşaq əlbəttə bağırsağı normal fəaliyyət göstərməyəcək. Bu uşaq əlbəttə ki, nitqi geri qalacaq. Bu uşaqda əlbəttə ki, sanal autizm riski yüksək olacaq. Ona görə güncəl problemlərdən uşağı qorumaq istəyirsinizsə, havaya çıxarın. Bu uşağı həm stressdən qoruyur, həm autizmdən qoruyur, həm qəbizlikdən qoruyur, həm çox xəstələnməkdən qoruyur. Düşünün ki, biz bir dənə aktiv həyatı, yəni açıq havada aktiv həyat uşağa verərsək, əgər nə qədər problemin önünə keçmiş olarıq. Sonra da deyirlər, keçmişdə uşaqlar az xəstələnirdi, indi çox xəstələnir. Amma baxmırıq ki, keçmişdə uşaqlar vaxtın çox hissəsini havada keçirirdi. Qaçırdı, oynayırdı və o vaxtı abur-cubur bu qədər əl çatan deyildi. Uşaq daha çox orqanik qidalanırdı. Ona görə o vaxtki problemlər əlbəttə ki, bugün belə deyək də, bugün çox görülən problemlər o vaxt yox idi və biz dərinə gedərsək əgər, problemin özümüzdən qaynaqlandığını görürük, görə bilsək əgər, fərqində olsaq əgər, onu düzəldə bilirik. Fərqində olmasaq, bu düzəlməyəcək və biz həmişə səbəb axtaracağıq. Axtaracaq, tapacaq. O səbəblər sırasında mən biləm ki, psixoloji faktorları da qeyd eləyəcəksiniz. Sadəcə mən nəyə öyrənmək istəyirəm? Uşaq neçə yaşından sonra o qorxu, stresi yaşamağa başlayır? Yəni, o da vacibdir. Əlbəttə, psixoloji faktorlar sözünüzə qüvvət daha çox səbəblər arasında yer alır. Uşaqların tualet vərdişinin gec formalaşması. Uşaq 3 yaşdadır, gəlir hələ bezdədir. Hələ özünü ailə hazırlıqlı hiss eləmir. Bilmirəm nə vaxtı gözləyir. Ona görə bezdən vaxtında çıxmalıdır uşaqlar. Bez bir növ uşağın tualet vərdişini, bu qəbizlik ehtimal riskini artırır. Və yaxud da bağçaya gedir uşaq, bağçada və yaxud da başqa bir yerdə kakasını eləmək istəmir. Bağçada olduğu saatlarda kakasını saxlayır, tutur və saxladığı müddətdə də nəcis düz bağırsaqda, sigmoid bağırsaqda yığılan nəcisdən su sorulması çoxalır deyə önü bərkir. Ailə deyir ki, bu uşaq kaka edir, önü bərk olur, arxası yumşaq olur. Deməli, uşaq özünü saxlayır. Və yaxud da bəzən uşaq, belə deyək də, qəbizlikdən əziyyət çəkir, kaka elədiyi vaxtda o qədər ağrıyır ki, növbəti kaka zamanı özünü tutur, saxlayır. Qorxur, bəli. Qorxur və bəzən də belə deyək də, güvəcdən qorxur və eləmək istəmir, özünü saxlayır. Ailə deyir ki, ancaq bez taxıram, sonra eləyir. Bütün bu faktorlar əlbəttə psixogen faktoru belə deyək, ön plana çıxarır və belə olduğu təqdirdə biz hətta bəzən psixoloq köməyi belə ala bilirik və hətta ailənin dəstəyi bizim üçün çox önəmlidir. Bağçada, məsəl üçün, tərbiyəçinin dəstəyi bizim üçün çox önəmlidir ki, vaxtı gələn kimi uşağı aparıb güvəcdə otursun, qoymasın. Zorlamadan, yəni uşağı onu... Bəli, zorlamadan, biraz psixoloji dəstək olaraq, qarın dairəvi masajı eləyərək, bəzən də məsələn, bu bərk nəcisdən uşağın bağırsağını təmizləmək üçün biz şamlardan istifadə edə bilərik ki, bu bərk gəlməsin, uşağı incitməsin və
və əlbəttə ki, işlədici dərmanlar həkimin tövsiyəsinə uyğun olaraq ilk seçim polietilen qlikol dediyimiz tərkibli, pek tərkibli dərmanlardır ki, bunların yan təsiri çox azdır, sistemik olaraq yəni qana sorulub yan etkisi vermir və uzun müddət biz istifadə elədiyimizdə asıllıq yaratmayan preparatlardır. İlk seçim və alternativ laktuloza tərkibli siroplardır ki, bu siroplarla biz çox gözəl effekt alırıq. Amma əlbəttə ki, həyat tərzini düzəltməliyik. Keçən dəfə bir uşaq ağlayır və çox maraqlıdır ki, valideyn deyir, həkim tap görün bunun problemi nədir? Halbuki biz hər birimiz valideyn olaraq bilirik ki, uşağımızın problemi nədir? Konkret olaraq desək, yəni bir çoxları da bax deyir sizi havanı dərman kimi istifadə edib, həkimi də münəccim bilirlər. Aparaq görək nə deyir? Görün bu necə həkimdir? Bu çox gözəl həkimdir. Siz narahat olmayın. Hətta bizim bildiyimiz, o şübhə etdiyimiz əlamətlərlə gəldiyimiz xəstəliyi belə inkar edib öz diaqnozunu qoyacaq həkimdir. Buna sizi əmin eləyirəm. Çünki doğrusunu o bilir. Doğrusunu pediatr Günay Rəsulova bilir. Onun möcüzələrini mən çox görmüşəm. Həqiqətən də doğru yanaşmalarınız var. Və bu arada mən çox istərdim ki, həm tənəffüs yolu infeksiyaları haqqında çox danışmışıq. Daha çox yəni rastlanmasına görə ikinci yerdə bəlkə də deyərdim, sidik yolu infeksiyaları gəlir ki, sizin qəbulunuza gələn körpələr arasında nəinki qəbizlik, eyni zamanda hətta ishal da o sıraya girir, yuxarı tənəffüs yollarından tut, bütün infeksiyalara görə müraciətlər qəbul olunur. Yəni uşaqlarda 0-18 yaş problem nə olursa olsun biz gəlməliyik pediatra. Çünki uşağın həkimi pediatrdır. Yəni nələri görürsünüz o sırada? Problem olmasa da gəlməliyik. Çünki rutin kontrollar bəli. Rutin kontrol, pediatrik protokollarda uşaqların izləm protokolu var. Hansı ki bu ilk 6 ay hər ay pediatrik baxışı vacib bilir. Niyə? Çünki məsələn 2 ayında müayinəsi tam normal olan uşağın 4 ayında əzələ zəiflik problemi ortaya çıxa bilir. Məsələn, ən ağır patologiya dediyimiz spinal muskülər atrofi, SMA dediyimiz problemlərin elə tipləri var ki... Təkrar kontrol 6 ayda birdir? Yox, ayda bir izləm ona görə vacibdir. Ayda bir. Bu deyək ki, ən ağır patologiya bu SMA dediyimiz spinal muskülər atrofi problemi. 2 ayında, 3 ayında uşağın normal hərəkətlər var. 4-5 ayından etibarən uşaqda hipotoniya başlayır. Bəs bu analizlər məcburi deyil, doktor? Məcburi deyil. Sadəcə gözləmləyərək, ehtiyac bilsək veririk. Məsələn, 2 ayında həkim baxmışdı, bu uşaq normal idi. O demək deyil ki, 4 ayında, 5 ayında problem olmayacaq. Ona görə pediatrik rutin müayinə protokolu ilk 6 ay uşağın hər ay yoxlanmasını tövsiyə edir. Çünki 2-3 ayında uşaq normal olub, 5 ayında problem ola bilər. Uşağın biz əqli inkişafını, nitq inkişafını, ətraf mühitə reaksiyalarını, fiziki inkişafını, qidaya qarşı reaksiyalarını və s. gözləmləməliyik. Məsələn, uşaq var ilk 6 ay eyni yeməyi yeyir, amma 6 ayında uşaqda qida allergiyası əlamətləri var. Bəzən ailə düşünür ki, bu həkim 4 ayında yoxlamışdı, heç bizə deməmişdi onda allergiya var. Çünki o vaxtda yox idi. Ona görə uşaq hər ay, ilk 6 ay hər ay, 6 ayla 1 yaş arası 2 ayda bir, 1 yaşla birə deyək də 18 ayına qədər 3 ayda bir, 18 ayla 2 yaş arası 6 ayda bir, 2 yaşdan sonra 3 yaşa qədər 6 ayda bir, 3 yaşdan sonra ildə bir, 18 yaşa qədər uşaqlar inkişafı dəyərləndirilməlidir. Razıyam, bu inkişafda olan problemlər yaş artdıqca arta bilər, o ayrı. Amma bəlli analizlər var ki, artıq onlar müəyyən olunub. Da, məsələn, yəni valideynə təklif etmək, yəni bunun inkişafında o problemi artıq görmədən o analizlərə baxmaq, bu məsləhətlər verilirmi? Məsələn, 6 ayla 8 ay arası biz deyirik ki, uşaq qan analizi verməlidir ki, biz onun anemiyanın vaxtında diaqnostikası üçün və yaxud da uşaqda müayinədə şübhələniriksə ki, bəs genetik xəstəliklərdə? Genetik xəstəliklərə görə metabolik tarama testi vardır, topuq testi vardır. Artıq bu dövlət xəstəxanalarında belə yeni doğulan hər bir körpədən götürülür. Özəllərdə doğulan körpələrdən isə ailələrə təklif olunur, çünki orada ödənişli olur. Ailələr çox zaman bunu elətdirir, sağ olsunlar. Amma doktor, o cavablarda yalancı pozitiv, yalancı negativ hallar və inkişafda siz müşayiət eləmişsiniz elə bir şey? Yalancı pozitivlik olan hallar ola bilir. Məsələn, testdə ola bilir, nəticə elə çıxır ki, yüksəkdir, biz onu sonra təkrarlamalıyıq. Məsələn, təkrarlayırıq, yenə də yüksəkdirsə, əlbəttə ki, burada artıq müalicə başlanır. Ona görə bunlar tarama testi adlanır. Yəni, tarama testində pozitiv çıxan nəticələr o demək deyil, %100 var uşaqda, amma sonra təkrarlayıb uşağı gözləmdə saxlamaq vacibdir. Bu daban testi vasitəsilə uşaqda biz metabolik xəstəliklərin vaxtında diaqnostikasını aparırıq. Amma məsələn, hamiləlikdə olan 2-li test, 3-lü test bunlar isə bəzi sindromlara görə vaxtında diaqnostika üçündür. 6 ayla 8 ay arası qan analizi veririk. İlk 4 ay bu çanaq uzi müayinəsi eləyirik. Ehtiyac halında exo eləyirik uşaqlara və yaxud da məsələn, daxili orqanların uzisi ən gec 1 yaşda ehtiyac halında olunur. Göz müayinəsi 1 yaş, 3 yaş, 6 yaşlı uşaqlara tövsiyə edirik. Yəni,
izləmdə olan uşaqlara bu rutin müayinələri biz təklif edirik. Ailələr də sağ olsunlar, çox zaman bunları eləyir. Hə, bu dəfə gələndə imkanı yoxsa, gələn dəfə gələndə eləyir, amma mütləq eləyir və bu uşaqlar müayinədən kənarda qalmır. Məsələn, bu çanaq müayinəsi 1 ay ilə 4 ay arasıdırsa, 4 ay içində bir dəfə bu ailə bunu eləməyə imkanı çatır. Yəni sadə uzi müayinəsidir və heç bir uzi, bəzən ailələr təəccüblü bunu belə deyək də narahat olur ki, uzidə uzi şualı müayinə deyil. Yəni bizim uşağı aparata salmaq deyəndə ailələrin ağlına elə gəlir ki, biz bu uşağa şua veririk. Ultrasəs müayinəsi adı üstündə ultrasəs dalğaları vasitəsilə diaqnostikadır. Hansı ki, lazım olsa hər gün belə oluna bilər və ailələr bundan qorxmamalıdır və rutin müayinələri uşaqlara əksik etməməlidir. Ona görə xəstəlik əlamətləri olmayan uşağın belə yeniyetmələrin mütləq pediatr müayinəsindən keçməlidir. Yeniyetməlikdə məsələn hipogonadizm problemi ola bilər, uşaqda cinsi inkişaf geriləməsi ola bilər, boy ləngiməsi ola bilər ki, bu artıq yeniyetmə dövründə biz gec qalınmış ola bilərik və uşağın əvvəlki məsələn müayinələrdə vaxtında diaqnoz qoyulanda bu uşağın boy artma şansı var idisə, gec diaqnostikada boy artma şansı azalmış olur. Böyümə zonaları deyək ki, bağlanırsa uşaq, qız uşağısa sikl gördükdən sonra, menstrual sikldan sonra böyümə zonaları sürətlə bağlanır və bu uşağın boy artma şansı azalır. Oğlanlarda da cinsi yetişkənlik dövründən sonra bu şans azalır. Ona görə ailəvi boy qısalığı olsa belə güncəl dünyada ailə, yəni özü qərar verib uşağın boyunu artırıcı müalicə istəyə bilər, götürə bilər və bu uşaq ailə kimi balaca qalmaya bilər. Yəni belə bir şansı var. Ona görə bu şansların dəyərləndirilməsi, inkişaf geriliklərinin vaxtında diaqnostikası üçün bunu pediatr kabinetində aşkarlanır bu problemlər ki, biz problem görürüksə endokrinoloqa yönləndiririk. Yoxsa heç bir valideyn durub evdən endokrinoloqa birbaşa getmir. Ümumiyyətlə bu sidik yolları, axı bilirik də bu tullantılar və s. indi sidik yolu ifraz edir və orqanizmin xaricidir. Ümumiyyətlə infeksiyalara qarşı immundur ümumiyyətlə, yoxsa həssaslığı daha yüksək? İnfeksiya az öncə haqqında onun danışdığımız. izahını istəyirəm verəsiz ki, cəmaət bilsin, insanlar valideynlər xüsusilə bilsin ki, niyə elə tez-tez yoluxuruq və yoluxmaqdan niyə qorxuruq? Bəli, ümumiyyətlə ilk 5 yaşda bilinməyən sidik yolu infeksiyaları böyrək çatmamazlığının səbəbidir. İlk 5 yaşda uşaq təkrardan sidik yolu infeksiyası keçirdirsə və biz bu uşaq səbəbsiz qızdıranda hər dəfə çöpçüyə aparıb bunu problemi atlatırıqsa, uşaq ilk 5 yaşda sidik yolu infeksiyası təhlükəsi qarşısına qalır. Niyə çöpçü dedim? Heç bir ocaq olmadığına görə sidik yolu infeksiyalarında uşaq da dili ilə deyə bilmədiyinə görə ki, mən sidiyə gedəndə canım acıyır. Ailələr çox zaman bunu atlatır və elə bilirlər uşağın çöpü qalıb. Bizdə də ən axırda belə deyək də pediatra gəlirlər. Ona qədər bir dəfə çöpçüyə gedirlər, bir dəfə qonşu nə dedi onu eləyirlər, sonra pediatra gəlirlər. Bunu mən təəssüf hissi ilə deyirəm və çox zaman sidik yolu infeksiyaları da belə atlatılan infeksiyalar sırasındadır. Uşaq hər dəfə ocaqsız qızdırır. Ailə də elə bilir ki, bunun hər dəfə çöpü qalır. Çöpçüyə gedir, 1-2 gündə evdə gözləyir, bədən əlbəttə ki, qızdırma sonra öz-özünə düzəlsə də sidik yolu infeksiyaları latent. Çöpçü nədir, doktor? Çöpçü, yəni siz də qəbul edirsiniz onu? Yox, əlbəttə ki. Çöpçü dediyimiz şey, məsələn, yad cisim uşağın nəfəs yollarında qala bilər, amma yad cisim qalırsa, insan birinci həkimə getməlidir, ehtiyac varsa lor həkiminə getməlidir. Artıq, məsəl üçün, güncəl tibbdə uşaq cərrahları yad cismi uşağın bronxundan belə çıxarda bilirsə, çöpçü neynəyəcək? Amma bizdə bu fakt reallıqdır ki, uşağı birinci çöpçüyə aparırlar. Hələ uşaq qrip deyilsə, askırmırsa, öskürmürsə, belə deyək də, birinci çöpçüyə gedirlər ki, bunun çöpü qalıb. Hələ də biz bu problemlə mübarizə aparırıq. Hətta olur ki, insanlar bilsə ki, orqanizmin özünün çöpçüləri var. Bəli, müdafiə sistemi var və hətta bəzən elə ailələr bizə bu sözü deyir. Elə ailələr birinci uşağı çöpçüyə aparıb gəlir. Çöpçünün özü hər uşaqla təmasda olur. Nə qədər infeksiyası var. Bir də o sırada mənim uşağıma yolu ilə. Hətta məsələn elə olur ki, qızılça epidemiyası dövründə qızılçanı üfürür, sonra dalıca da məsələn belə. Onu deyirəm də, kimə üfürür burnuna, ağzına, daha sonra növbəti uşağa belə. Ona görə bizdə bir infeksiya yayılan kimi sürətlə pik edir. Çünki biz hamı bir-birini üfürür. Daşıyıcıdırlar da. Bəli, daşıyıcıdır və bunlar havadamcı yolu ilə yayılan infeksiyalar olduğuna görə asanlıqla pik edir. Yəni buna ailələr diqqət eləməlidirlər. Yəni uşağı qorumaq üçün hətta xəstə uşağı aparmaq daha risklidir ki, bu uşağın immuniteti zəifdir və ikinci infeksiya yoluxma təhlükəsi çox yüksəkdir. Belə risk qrupu uşaqları xüsusilə aparmamalıdır və sidik yolu infeksiyaları da sadəcə qızdırma ilə keçə bilir. Sadəcə sidikdə qoxu ilə keçə bilir. Sadəcə
qusma ilə keçə bilir. Təkrarlanan qusma şikayəti ilə gələn uşaqlarda biz böyrək problemi aşkarlamışıq. Ona görə belə şeylərə fikir vermək lazımdır. Sidikdə qoxu, uşağın səbəbsiz ağlamaları, qız uşağısa vaginal axıntının olması, uşağın yaxşı çəki almaması, körpə uşaqların yeməkdən imtina etməsi, bunlar hamısı və yaxud da səbəbsiz qızdırması sidik yolu infeksiyalarını bizə şübhələndirməlidir və biz belə uşaqlardan sadə sidik ümumi analizlərini mütləq götürməliyik. Və təkrarlaması niyə risklidir? Təkrarlanan sidik yolu infeksiyaları böyrək çatmamazlığı riskini artırmış olur və təkrarlanırsa burada bir inkişaf anomaliyası ola bilir. Ona görə bir uşaq... Nə bildin onu soruşacağım, doktor? Yəni artıq sizi oxuyuruq da. Anormallıq, o həssaslığa... Biz həm də münəccimiyik. Vallahi yerində dediniz elə o cümləni. Həqiqətən artıq həkimlərimin də çoxu mənim verə biləcəyim sualları oxumağa başladı. Həssaslığa gələcəkdim ki, anormal doğulan, yəni o uşaqlarda anatomik struktur pozulma olan daha həssas olur. Onu da yoxluyursunuzmu? Sualım bundan ibarət. Təşəkkür edirəm. Uşaq bir dəfə körpə vaxtlarında, hətta bir dəfə sidik yolu infeksiyası keçirdirsə və ya irəli yaşlarda uşaq ikinci dəfə belə deyək sidik yolu infeksiyaları keçirdirsə, burada bir siqnaldır ki, burada inkişaf anomaliyası ola bilir. Çox vaxt hansı anomaliyalar olur? Anadan gəlmə böyrək genişləmələri ola bilir. Ureteropelvik birləşkə dediyimiz o birləşkənin darlığı ola bilir. Bəzən də məsələn sidik axarının sidik kisəsinə birləşən yerlərində darlıq ola bilir. Bu darlıqlar məsələn sidik yollarında gəlib sidiyin normal belə deyək də dövriyyəsinin qarşısını alır deyə bu darlıq artıq böyrəkdə genişləmə, hidronefroz və bu hidronefroz hətta gec diaqnostika qoyularsa böyrək çatmamazlığına qədər gətirə bilir. Ona görə əgər uşaq təkrar sidik yolu infeksiyası keçirdirsə burada problem var. Bəzən də reflü ola bilir. Yəni sidik axarından sidik geri qayıdır böyrəyə, üstü, belə deyək də sidik çıxarıcı sistemi və bu təkrar geri qayıtması uşaqda sidik yolu infeksiyalar riskini artırır. Bəzən böyük yaşlı uşaqlar özünü saxlayır, çiş eləməyə gəlir, amma gedib eləmir. Özünü axıra qədər saxlayırsa, bu sidik hissəsində durğunluğun artmasına, qalıq sidiyin artmasına və sidik yolu infeksiya riskinin artmasına səbəb olur. Bəzən də qəbizlik özü sidik yolu infeksiya riskini artırır, az öncə danışdığımız problem. Odur ki, bəzən də düzgün yuma qaydaları, belə deyək də, öz gigiyenanı düzgün aparmayan uşaqlarda... Yəni qəbizlik olarsa orada nə yaranır? Qəbizlik olarsa orada bir, belə deyək, nəcis... Az öncə siz sidik hissəsinə olan təzyiqdən danışdınız. Bəli. Nəcis düz bağırsaqda, rektal bölgədə, ampulada və sigmoid bölgədə çox toplandığına görə birincisi bilinməyən nəcis qaçırmaları, aralıq bölgəsinin sıx-sıx bağırsaq çöpləri ilə kirlənməsi və bu uşağın, məsəl üçün, genital bölgəsi, aralıq bölgəsi ilə rektal bölgə ilə, anal dəliyi ilə sidik axarları arasında məsafə o qədər qısadır ki, yəni buradan infeksiya asanlıqla nəcis qaçırma vasitəsilə genital bölgələrə yayıla bilir. Qızlarda vaginal bitişmələr, füzyon, sinekiya dediyimiz vəziyyət. Ailələr çox zaman fikir vermir. Mən dəfələrlə görmüşəm ki, müayinəmdə qızları genital müayinə edərkən baxıram ki, anadan gəlmə olmur. Çox zaman sonradan da ola bilir ki, çox zaman sonradan olur. Vaginal bölgəni müayinə edirəm, baxıram füzyon var. Tam bitişikdir, ailə onun fərqindədir. Ana onun fərqində. Mən deyəndə başa düşür ki, bu atreziya yox, çöl hissədən bitişmə. Çöl hissədən. Bəli, çöl hissədən bitişmə vaginal füzyon dediyimiz, sinekiya dediyimiz bağlılıq olur. Onu biz ailələrə göstərəndə ondan sonra fərq edir ki, bu doğrudan bu niyə belədir? Məsələn, bitişmə, qız uşaqları olan analar mütləq fikir versinlər. Açıb genital bölgəni tam baxsınlar. Orada vagina gözlə görülməlidir və vagina önü açıq olmalıdır. Yəni, bağlı olanda, vaginal füzyon olanda, bitişmə olanda sidik kanalından sidik sızır o vaginal bitişmənin arxasına və yığılır ora. Və yığılanda da bu sidik yolu infeksiya riskini artırır. Ona görə nefroloqlar xüsusən də bu məsələdə çox diqqət etməyimizi istəyirlər və buyururlar ki, vaginal bitişmə vaxtında müdaxilə olunub açılmalıdır. Ailələr xüsusən də genital bölgəni çox sabunla, şampunla, genlə yuyulanda o bölgədəki quruluq vaginal bölgənin bitişməsinə və sinekiyasına səbəb olur və riskini artırır. Və belə olduğu təqdirdə varsa biz mütləq yağlarla masaj edirik, açırıq. Bəzən də estrogen tərkibi kremlər buyururuq. Yağla açılmadıqda ailələr o kremi çəkib masaj edir
gəlir və vaginal bölgə tam açılır və sonra da ailə hər dəfə ona fikir verir ki, təkrar bağlanmasın. Çünki təkrar bağlanması riskdir sidik yolu infeksiyaları üçün. Hətta heç bilinməyən vaginal bitişmələr ola bilir ki, böyük yaşlarda sikl vaxtı ciddi problemə səbəb ola bilir. Ona görə ailələr buna diqqət eləməlidirlər. Bəzən olur ki, biz tövsiyələrimizi veririk, ana deyir ki, bəli, mən bunu bilirəm. Yəni, uşağa əslində nələr olmaz, nələr olar bilirik. Bildiklərimizdə tutarlı olaq, mütləq bunu icra edək. Məsələn, uşağa ziyanlı yeməklər, biz ziyandır bilirik, amma veririk. Mütləq belə şeydə ailələr diqqətli olmalı. Çünki biz bugün uşağın sağlamlığına hansı ciddiyyətlə yanaşırıqsa, sabah uşaq da öz sağlamlığına həmin ciddiyyətlə yanaşacaq. Yoxsa biz bilirik, uşaq abur-cubur olmaz, amma alıb veririksə, burada uşaq sabah o da bu cürə davranacaq özünə qarşı. Ona görə uşağımız özü ilə necə davransın istəyiriksə, biz bugün həm özümüzlə, həm də uşaqla o cürə davranaq. Onların sağlamlığını riskə atmayaq və bu mövzuda tutarlı olaq. Və bu tutarlılığı da mütləq ki, sürdürək. Bu mövzuda da anaya evdə hər kəs dəstək olmalıdır. Ana olmaz dediyi şeyi ətrafdan heç kəs əksini deməməlidir. Anaya bu mövzuda dəstək olsalar, ana öz bildiyini eləsə kifayətdir. Qarşısını almaq olar. Bəli, əlbəttə Altda yatan səbəbi araşdırıb ona görə müalicə taktikaları seçilir. Xoş oldu, doktor. Mənə də xoş oldu. Minnətdaram gəldiyinizə görə. Bir daha xatırladım, pediatr Günay Rəsulova studiyamızın həkim qonağı idi. Buyurun, müraciətlərinizi Leyla Medikal Sentrə edə bilərsiniz.